Salam, xərçənglərdən danışacağıq. Xərçənglərin bədəni iki hissədən ibarətdir: baş döş və qarıncıqdan. Deyəcəksiniz, baş hissəsində yerləşən ətraflar şəklini dəyişərək ağız aparatına, baxın burada 3 ilə göstərir sizə ağız aparatını, həmçinin də uzun bığcıqlara çevrilmişdir. Daha sonra deyirsiniz ki, döş hissədə yerləşən 5 ətraf hərəkətə, baxın 1, 2, 3, 4, 5, yəni yeriməyə xidmət edir. Qarıncıqda olan ətraflar isə üzməyə xidmət edir. Ümumilikdə 5 cüt, yəni 10 dənə döşdə, 8 dənə isə qarıncıqda bunun ətrafı var. Döşdə olanlar yeriməyə, qarıncıqda olanlar isə üzməyə xidmət edəcək. Sonra deyəcəksiniz, axırıncı qarıncıq ayaqları quyruq pəri ilə birgə və 5 dənə lövhəcikdən ibarət quyruq üzgəcini əmələ gətirir. Baxın, bu quyruq üzgəcidir. Burada da 5 dənə lövhə vardı. Hansıdır? 1, 2, 3, 4 və bu 5. Bu qədər.